Qurandakı müqəttə hərflər haqqındakı bu mülahizəni təsdiqləyən başqa bir məqam ondan ibarətdir ki, Quranın belə bir hərflə başlayan 24 surənin başlanğıcında müqəttə hərflərindən dərhal sonra Quranın və onun əzəmətindən danışılır. Bu da onu göstərir ki, deməli müqəttə hərfləri ilə Quranın əzəməti arasında bir bağlılıq vardır. Belə ayələrdən bir neçəsinə diqqət yetirək. Əlif, Lam, Ra. Bu ayələrin möhkəmləşdirilmiş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kitabdır. Hud surəsi 1-ci ayə. Ta, Sin. Bu, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir. Nəml surəsi 1-ci ayə. Əlif, Lam, Mim. Bu hikmətli kitabın ayələridir. Loğman surəsi 1-2-ci ayə. Haqqında danışılan surədə müqəttə hərflərinin ardınca bu səmavi kitabın əzəmətini işarə edərək deyilir. Bu, heç bir şək şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır. Ola bilsin bu ayə Allah-u Teala'nın Həzrət Peyğəmbər sallavatullaha verdiyi vədənin gerçəkləşməsinə işarədir. Belə ki, Allah Peyğəmbərə bütün haqq sevərlər üçün hidayət vasitəsi olacaq və heç bir şək şübhə olmayacaq bir kitab nazil edəcəyini vəd vermişdi. Bu ayə ilə o öz vədinə əməl etmiş olur. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.